Şagirdlər bugün elastik qüvvəsi və sürtünmə qüvvəsinə aid nümunə sual izahlarına baxacağıq. Başlayan birinci sualımızdan. Sərtliyi 200 kN/m olan çubuğa 6 kN qüvvə tətbiq edilmişdir. Çubuğun mütləq uzanmasını hesablayın. Deməli, bizə sərtlik əmsalını verib 200. Vurulsun 10^3 N/m. Qüvvəmizi isə verib 6 vurulsun 10^3 N. Bizdən mütləq uzanmanı istəyir. X bərabərdir. F böl K düsturundan istifadə edirik. O da 6 vurulsun 10^3 bölünsün 200 vurulsun 10^3. Bu deyir bizdən ötürü 0,3 metr. Bu isə 3 santimetr deməkdir. Növbəti sualımız doğru cavab B variantı. Növbəti sualımız kiçik deformasiyalarda yay sərtliyinin onun uclarına tətbiq olunan qüvvədən asılı qrafiki hansıdır? Yay sərtliyi K bərabərdir F böl X düsturundan hesablansa da yayın sərtliyi F-dən və X-dən asılı deyil. Ona görə də doğru cavabımız olur B variantı. Növbəti sual. Sərtliyi K olan yaya bağlanmış M kütləsi şaquli aşağı yönəlmiş sabit təcillə endirilir. Yəni təcilimiz aşağıdır və sürətimiz də aşağıdır. Bu zaman yayda yaranan elastiklik qüvvəsi Kx bərabər olmalıdır cismin çəkisinə. Təcil aşağı yönəldikdə cismin çəkisi mg-a-dır. Bizə deyir ki, yayın uzanması x olarsa cismin təcili hansı ifadəyə təyin olunur. Yəni mən əvvəlcə g-a-nı təyin edəcəyik. Kx bölünsün m, sonra da a-mız da bərabərdir. J çıxılsın, Kx bölünsün m düsturundan istifadə edəcəyik. Doğru cavabımız olacaq D variantı. Növbəti sualımız. Çəkisi nəzərə alınmayan yaylarda yaranan elastik qüvvələr arasındakı hansı münasibət doğrudur? Yayda yaranan elastiklik qüvvəsi cismin çəkisinə bərabərdir. Bizim elastiklik birimizdə eyni mg'dir. Elastiklik 2 qüvvəmizdə eyni mg'dir. Ona görə də deyirik ki, F1 bərabərdir, F2'dir. Doğru cavabımız B variantıdır. Növbəti sual. Çəkisi nəzərə alınmayan yayların uzanmaları arasında hansı münasibət doğrudur? Bizim X-imiz F elastiklik bölünsün K-dır. Bunu isə biz mg bölünsün K yaza bilərik. Yəni X-imiz M-lə düz, K-la tərs mütənasibətli olacaq. Yəni X1 böl X2 bərabərdir. M1 böl M2 vurulsun K2 bölünsün K1 bərabərdir. M1'imiz M'dir, M2'miz M'dir. Yəni bu sabitdir. Əslində buna diqqət eləmədim mən. Yəni birbaşa K-la tərs mütənasib götürə bilərik. Vurulsun. K2'nin yerinə 2K yazacağım. K1'in yerinə K yazacağım. Olacaq 2. Onda X1 bərabərdir 2X2 ifadəsini almışıq. Yəni bu tip məsələnin kütlələri fərqli verən variantları olur. Mən sadəcə burada M-ə diqqət eləmədim deyə elə onu da nəzərə aldım. Amma yəni M-lər eyni olduğuna görə burada nəzərə almasaq da olar. Doğru cavabımız X1 bərabərdir 2X2. Doğru cavab E variantıdır. Növbəti sual. Üfüqi müstəvi üzrə hərəkət edən cismə yalnız sürtünmə qüvvəsi təsir edərsə, onun sürəti hansı ifadəyə təyin olunur? Yalnız sürtünmə qüvvəsi təsir edən cismin aldığı təcili μg-dir. Və sürtünmə qüvvəsinin təsir altında hərəkət yavaşlayan hərəkətdir. V0 çıx AT-dir. Yəni biz bunu V0 çıxılsın μgt şəklində yaza bilərik. Doğru cavabımız E variantıdır. Növbəti sual. Verilmiş maddələrdən hazırlanmış iki cismin toxunan səthlər arasında sürüşmə sürtünmə əmsalının kütlədən asılılıq qrafiki hansıdır? Sürtünmə əmsalı F sürtünmə bölünsün F təzyiq düsturundan hesablansa da kütlədən, təzyiq qüvvəsindən, sahədən asılı deyil. Yalnız asılıdır hamarlıq dərəcəsi, hamarlıqdan, bir də asılıdır toxunan səthlərin materialından. Ona görə də bizim sürtünmə əmsalımızın kütlədən asılı olacaq sabit asılılıq. Yəni kütlədən asılı deyil. Sonra 80 metr radiuslu döngədə avtomobilin yana sürüşmədən dönə bilməsi üçün maksimal sürəti 72 km bölünmüş saat. Yəni sürətimizi 72 km bölünmüş saatdır. Və onu biz metr bölünsün saniyəyə çevirəcək. Olacaq 20 metr bölünsün saniyə. Yəni 3,6'ya böləcək.
Sürəti tapdıq. Radiusumuz 80 metrdir. Bu cismə yalnız sürtünmə qüvvəsi təsirinə görə təcilimizi müjə yaza bilərik. Biz sürtünmə əmsalını A bölünsün J düsturundan hesablaya bilərik. A-nı isə yazacağıq V kvadratı bölünsün R. V kvadratı bölünsün R. Gəlin əvvəlcə A-nı tapaq. 400 bölünsün 80. Bu eləyəcək bizdən ötürü 5. Və sürtünmə əmsalımız da 5 böl 10 eləyəcək 0,5. Doğru cavabımız C variantıdır. Növbəti sual. Üfüqi müstəvi üzərində sürüşən taxta tiricikləri təsir edən sürtünmə qüvvələrini müqayisə edin. Sürtünmə qüvvəsinin düsturu F sürtünmə bərabərdir mu mg'dir. Burada mötərizənin sürtünmə əmsalları eynidir. Yəni sürtünmə qüvvəmiz kütlə ilə düz asılıdır. Ona görə də F1 böl F2 bərabərdir M1 böl M2'ye. M1'imiz M'dir, M2'miz 2M'dir. 2'də 1. Onda F2 bərabərdir 2F1. Doğru cavab A variantıdır. Növbəti sualımız. Cisim sükunətdə olarsa sükunət sürtünmə qüvvəsi. Sükunət sürtünmə qüvvəsi həmişə dartı qüvvəsinə bərabərdir. Əgər qüvvəmiz bucaq altına təsir edirsə, o cismi dartıb aparan qüvvənin Fx toplananıdır. Yəni bizim hal-hazırki vəziyyətdə dartı qüvvəmiz Fx'dir və Fx də bizdən ötürü nəyə bərabərdir? F kosinus alfaya bərabər. Demək ki, sükunət sürtünmə qüvvəsi F kosinus alfa olacaq. Doğru cavabımız E variantıdır. Növbəti sual. Yalnız sürtünmə qüvvəsinin təsiri ilə üfüqi səthdə bərabər yavaşın hərəkət edən cisimlərin tormoz yolları arasında hansı münasibət doğrudur? Tormoz yolunun düsturu V0 kvadrat bölünsün 2 μg'dir. Yəni yalnız asılıdır müdən və V0'dan. Mülərimizi eyni verir. Ona görə də S1 böl S2 bərabərdir V0 1'in kvadratı bölünsün V0 2'nin kvadratı. O da bərabərdir V0 kvadrat bölünsün 4 V0 kvadrat. Onda S2 bərabər olur 4 S1'e. Doğru cavab D variantıdır. Növbəti sualımız. Kütləsi M olan maqnit şaquli polad lövhəyə cəzb olunaraq yapışdırılıb. Maqnitlə lövhə arasındakı sürüşmə sürtünmə qüvvəsi F sürtünmə olarsa, maqniti yuxarıya doğru bərabər sürətli. Bərabər sürətlə qaldırılırsa bizim əvəzləyici qüvvəmiz 0'dır. F qüvvəsi yuxarı doğru yönəlir. Bu cismə təsir edən ağırlıq qüvvəsi aşağı doğrudur. Cisim yuxarı hərəkət etdiyinə görə sürtünmə qüvvəsi də aşağı doğrudur. Onda bizim F'imiz F sürtünmə ilə mg'nin cəminə bərabər olmalıdır ki, əvəzləyici qüvvə nə olsun? 0 olsun. Əks halda biz əvəzləyici qüvvə 0 deyə bilmərik. İndi əvəzləyici qüvvəni ona görə 0 götürdük ki, cisim bərabər sürətlədir, yuxarı doğru qaldırılır. İndi bizdən nə soruşurdu? Bizə deyir ki, F qüvvəsinin modulunu hesablayın. İndi F qüvvəmizin modulu F sürtünmə üstə gəlsin mg oldu. Doğru cavabımız C variantıdır. Növbəti sualımız. Bir sürtünmə əmsallarını müqayisə edin. Bizim sürtünmə əmsalımız, qüvvəni bir daha çəkirəm bura. F sürtünmənin F təzyiqdən asıllıq qrafikində buradakı bucağın tangensi bizdən ötürü sürtünmə əmsalına bərabərdir. Tangens alfa isə bucaq böyük olanda böyük, kiçik olanda kiçikdir. Baxıram ki, 1-2'nin bucağı eynidir, 3'ün bucağı isə onlardan böyükdür. Demək ki, mu1 bərabərdir mu2'yə, o da kiçikdir mu3'dən. mu1 bərabərdir mu2, kiçikdir mu3 ifadəsini alarıq. Doğru cavabımız B variantıdır. Növbəti sualımız deyir ki, 4 kub şəkildəki kimi qoyulmuşdur. Bütün kublar və kubla müstəvi arasındakı sürtünmə əmsalı mu olarsa, aşağıdakı kub dartıb çıxarmaq üçün tətbiq olunan minimal qüvvə nəyə bərabərdir? Biz kubu buradan dartıb çıxarmaq istəyəndə kuba həm aşağıdan sürtünmə qüvvəsi təsir eləyir, həm də yuxarıdan sürtünmə qüvvəsi təsir eləyir. İndi bizim bu qüvvəmiz ən azı, bizim həmən o qüvvəmiz ən azı o F sürtünmə 1 ilə F sürtünmə 2'nin cəminə bərabər olmalıdır ki, o kubu oradan çıxara bilək. İndi bizim F sürtünmə 1'i əmələ gətirəcək 3 dənə kub. Daha doğrusu F sürtünmə 1'i aşağıda yazmışam 4 kub. F sürtünmə 2'ni isə 3 kub əmələ gətirəcək. Ona görə də F sürtünmə 1'in yerinə biz yazacağıq 4 dənə mu-mg. Üstə gəlinsin, F sürtünmə 2'nin yerinə isə yazacağıq 3 dənə mu-mg. Çünki 3 mg'nin yaratdığıdır, bir də 4 mg'nin yaratdıq.
Doğru cavabımız olacaq 7 mü/mj. Doğru cavab E variantı. Növbəti sual. F qüvvəsinin təsiri altında üfüqi müstəvidə hərəkət edən cismin təcili hansı ifadəyə təyin olunur? Deməli, burada cismi irəliləmə hərəkətə elətdirən Fx toplananımız var, F qüvvəsinin. Bir də cismin çəkisini artıran Fy-imiz var. Yəni, biz burada cismin dartı qüvvəsini elə Fx götürəcəyik və bizim Fx-imiz nəyə bərabər olacaq? F kosinus alfaya. Təzyiq qüvvəmiz isə mj üstəgəlsin Fy olacaq. O isə bizdən ötürü mj üstəgəlsin F sinus alfadır. Sürtünmə qüvvəsi təsir edir hərəkətin əksinə. F sürtünməmiz də mü vurulsun F təzyiqdir. O da bərabərdir mü vurulsun mj üstəgəlsin F sinus alfadır. İndi cismi irəliləmə hərəkət elətdirən F kosinus alfadır. Cismin hərəkətin əksinə yönələn isə F sürtünmədir. Ona görə də biz Newtonun ikinci qanunu emanı bərabər götürürük. Fx çıxılsın F sürtünmə. Buradan A-mız bərabər olar. Fx-imiz F kosinus alfadır. Çıxılsın mü vurulsun mj üstəgəlsin F sinus alfa. Bölünsün M. Doğru cavabımız olacaq bu ifadə. Növbəti sualımız. Kütləsi 20 kiloqram olan cismə 16 Newton dartı qüvvəsi təsir edir. Kütləmiz 20 kiloqramdır. Dartı qüvvəmiz 16 Newtondur. Deyir ki, cismin hərəkət tənliyi Vx bərabərdir 4 üstəgəlsin 0,5 deyil. Hərəkət yeyinləşən hərəkətdir. Yeyinləşən hərəkətdir və təcilimiz 0,5 metr böl saniyə kvadratıdır. Yeyinləşən hərəkətdə biz yazmışdıq F dartı çıx F sürtünmə bərabərdir MA-ya. İndi bizə deyir ki, sürtünmə qüvvəsini hesablayın. Onda F sürtünməmiz bərabər olacaq F dartı çıxılsın MA. O da bərabərdir F dartı 16'dır çıxılsın 20 vurulsun 0,5. Bu deyilir bizdən ötürü 16 çıxılsın 10 olur 6 Newton. Doğru cavabımız A variantıdır. Növbəti sualımız. Deyir kütləsi 5 kiloqram olan cisim F bərabərdir 10 Newton dartı qüvvəsinin təsiri ilə hərəkət edir. Sürüşmə sürtünmə əmsalı mü 0,2 olarsa cismin koordinatlı zamandan asılı qrafikini hansıdır? Deməli bizim dartı qüvvəmiz 10 Newtondur. Sürtünmə qüvvəmiz isə mü/mj'dir. Yəni 0,2 vurulsun 10 vurulsun kütləmizdə 5 kiloqramdır. Bu eləyir bizdən ötürü ilə 10 Newton. Demək ki, bizim dartı qüvvəsi ilə sürtünmə qüvvəsi bir-birinə bərabərdir. Onda əvəzləyici qüvvə 0 olacaq. Yəni cisim bərabər sürətli hərəkət edəcək. Bərabər sürətli hərəkətdə də x-in t-dən asıllıq qrafiki və bu cisim x oxu istiqamətində hərəkət edir, sürətdən bilirik və gördüyümüz kimi başlanğıc koordinatımız da 0-dan fərqlidir. Ona görə də müəyyən qiymətdən başlayan artan düz xətt olacaq. Doğru cavabımız olacaq B variantı. Növbəti sualımız. Cisim üfüqi səthi üzərində 20 Newtonluq qüvvənin təsiri ilə düz xəttli bərabər sürətlə hərəkət edir. Şəkil 1. Şəkil 1-də deməli bizim dartı qüvvəmiz 20 Newtondur və cisim sabit sürətlə hərəkət edir. Demək ki, şəkil 1-dəki sürtünmə qüvvəsi də elə 20 Newtondur. Çünki dartı ilə sürtünmə bir-birinə bərabər olanda sürətimiz sabit olur. Sonra deyir ki, hansı qüvvənin təsiri bu cisim 2 metr bölü saniyə kvadrat təcillə düz xəttli bərabər yerləşən hərəkət edər. Bizə deyir ki, sürtünmə qüvvəsi sabit. Demək, bizim sürtünmə qüvvəmiz ikinci halda da neçədir? Bax, ikinci halda da cisimə sürtünmə qüvvəsi təsir edir və bu sürtünmə qüvvəsi birinciləkinə bərabərdir. Yəni 20 Newtondur. Yeyinləşən hərəkət elədiyinə görə ikinci cisim yeyinləşən hərəkət elədiyi üçün F dartı F sürtünmədən böyük olması lazımdır. Onda əvəzləyici qüvvənin F dartı çıx F sürtünmə yazırıq, bərabərdir MA. Bizə lazımdır dartı qüvvəsini tapmaq. F dartı bərabərdir F sürtünmə üstə gəlilsin MA. Bərabərdir F sürtünməni 20 vermişdik, üstə gəlilsin kütləmiz 5 kiloqramdır, təcilimiz də 2-dir. Doğru cavabımız olacaq 30 Newton C variantı. Növbəti sual. Bu qəbul imtahanına düşən suallarımızdan biridir.
Deyir ki, cisimlər sabit F qüvvəsinin təsiri ilə üfüqi səth üzrə bərabər sürətlə hərəkət elətdirilir. Yəni, bərabər sürətlə hərəkət elətdirilirsə, bizim F dartımız 2 dənə F sürtünmədir. Cisimlərə eyni sürtünmə nəzərə alınır desək, 2 F sürtünmədir. Və cisim sabit sürətlə hərəkət edir. Yəni, V-miz konstantdır. Deyir ki, cisimləri birləşdirən ip kəsildikdə dərhal sonra cisimlərin aldıqları təcil. Artıq cisimlərin ip kəsildikdən sonra birinci cisimə təsir edən sürtünmə qüvvəsi F sürtünmə oldu. Bizim dartı qüvvəmiz 2 dənə F sürtünmə olduğuna görə dartı qüvvəmiz sürtünmədən böyük olar. Avtomatik birinci cisim nə cür hərəkət edir? Birinci cisim bərabər yeyinləşən hərəkət edər. Yəni, bizim təcilimiz də həmişə əvəzləyici qüvvə istiqamətində yönəlir təcil. Demək ki, birinci cisimin təcili, A1 təcili hara yönələr? Sağa doğru yönələr. Gəlirik ikinci cisimə. İkinci cisimə artıq dartı qüvvəsi təsir etmir, çünki ip qırıldı. Qırılandan sonra dartı qüvvəsi olmur. İkinci cisimə yalnız sürtünmə təsir edir. Yalnız sürtünmə. Cisim sağa doğru hərəkət elədiyi üçün sürtünmə qüvvəmiz hara doğru olacaq? Sola doğru. Yəni, bizim əvəzləyici qüvvəmiz F sürtünməyə bərabərdir və o da sola doğru. Demək ki, təcilimiz də sola doğru yönələcək. Ona görə də doğru cavabımız birinci cisimin təcili sağa yönəlmişdir, ikinci cisimin təcili sola yönəlmişdir. Y variantıdır. Növbəti sualımız deyir ki, cisimə təsir edən sürtünmə qüvvəsi 20 Newton olarsa dartı qüvvəsini hesablayın. Cisim şəkillərində gördüyümüz kimi yavaş-yavaş hərəkət edir. Yavaş-yavaş hərəkət elədiyinə görə biz əvəzləyici qüvvəni F sürtünmə çıx F dartı bərabərdir MA yazacağıq. İndi sürtünmə qüvvəsini 20 Newton verib bizə dartını istəyir. F dartı bərabərdir F sürtünmə çıxılsın MA. O da bərabərdir. F sürtünməmiz 20 Newtondur. Çıxılsın M-imiz 4 kiloqramdır. A-nı hardan təyin eləyəcəyik? V minus V0 böl T-dən. Yəni 8 çıx 2 modul olaraq götürək, bölünsün 2. Bu da eləyəcək 3 metr böl saniyə kvadrat. Bir yerinə yazacaq. Əssalam, doğru cavabımız olacaq 8 Newton. Növbəti sualımız. Uyğunluğu müəyyən edin. Üfüqi səth üzrə hərəkət edən 3 cismin hərəkət tənlikləri verilmişdir. Birinci hərəkət tənliyinə baxırıq ki, birinci cisimimiz bərabər yeyinləşən hərəkət edib. Demək ki, dartı qüvvəsi sürtünmə qüvvəsindən böyükdür. Özdə əvəzləyici qüvvəmiz x oxun əksinə hərəkət edib, çünki sürətimiz də mənfidir, təcilimiz də mənfidir. Gəlin birincidə cavabımıza baxaq. Cisimə təsir edən dartı qüvvəsi sürtünmə qüvvəsindən böyükdür. Bəli, bu doğrudur. A variantı getdi birinciyə. Cisimə təsir edən dartı qüvvəsi sürtünmə qüvvəsindən kiçikdir. Cisimə təsir edən dartı qüvvəsi sürtünmə qüvvəsindən və xeyr, cismin impulsu artır. Bəli, yeyinləşən hərəkətdə impulsu artacaq. D variantı doğrudur. Cismin impulsu azalır. Xeyr, buna baxmırıq. Sonra keçirik növbəti ikinciyə. İkincidə baxırıq ki, cisim yavaş-yavaş hərəkət edib özü x oxunun əksinə. Demək ki, qüvvə x ox istiqamətindədir, sürətimiz x oxun əksinədir. Sürət çünki başdan sürətimiz mənfidir. Cisim bərabər yavaş-yavaş hərəkət edib. Bərabər yavaş-yavaş hərəkətdə dartı qüvvəsi sürtünmə qüvvəsindən kiçikdir. Gəlin indi cavablarımıza baxaq. Cisimə təsir edən dartı qüvvəsi sürtünmə qüvvəsindən kiçikdir. B variantı uyğundur və cisim yavaş-yavaş hərəkət edənə görə impulsu azalacaq. Sürət azaldığına görə. Impulsun düsturunu kənardan yazıram. P bərabərdir MV. Sürət azalırsa, impuls da azalır. P bərabərdir MV. Sürət artırsa, impuls da artır. Növbəti sualımız üçüncü. Deyir ki, x3 bərabər 5 üstəgəlsin 4t t kvadrat yoxdur deyə. Üçüncü sualımız bərabər, üçüncü cisimimiz daha doğrusu bərabər sürətli hərəkət edir. Bərabər sürətli hərəkətdə dartı qüvvəsi sürtünmə qüvvəsinə bərabər olmalıdır. Cisimə təsir edən dartı qüvvəsi sürtünmə qüvvəsinə bərabərdir. Sadəcə C variantı uyğundur. Doğru cavabımız A, D, B, Y, C olacaq. Bu qədər şagirdlər, kanalımıza abunə olmağı unutmayın. Növbəti dərslərimizin çəkilişini istəyirsinizsə, sizin üçün hansı mövzu maraqlıdırsa və yaxud da sizin üçün hansı testlər çətinlik törədirsə, onları şərh bölməsinə yazın ki, mən onların da izahını sizin üçün verə bilim. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.